2018-ci ildə universiteti bitirdim. Hara CV göndərdimsə işə götürmədilər. İşə götürməyə razı olan yerləri isə 500 manatlıq işləri üçün məndən 7-8 min manat rüşvət istədilər. Başa düşdüm ki, belə bir reallıqda mən Azərbaycanda heç nə edə bilmərəm. O vaxt qarşıma sosial mediada YouTube biznesi barədə videolar çıxırdı. Necə ki, indi sənin qarşına mən çıxıram. Başladım bu barədə oxumağa, öyrənməyə və dedim, yoxlayım da, güya nə etirəcəm ki, ilk kanalımı açdım, nəticə olmadı. İkinci kanalımı açdım, nəticə olmadı. Düz təslim olacaqdım ki, qarşıma xarici birinin satdığı YouTube kursu çıxdı. İki yol arasında qaldım. Gedib borc pul tapıb bu kursu alım, yoxsa oturub 7-24 depressiyada şikayətləndim ki, həyatım məhv olur. Birinci yolu seçdim və kursu aldım. O kurs çox ideal kurs olmasa da mənə YouTube biznesində nələri düz etmədiyimi və nələri etməli olduğumu öyrətdi. Və bingo, açdığım 3-cü kanal mənə pul qazandırdı. Kanalı cəmi 2 ayda açmışdım, amma hər ay 500 manat gəlirim olurdu. Və bunu 7-8 min manat rüşvət vermədən cəmi 100 manatlıq kurs almaqla əldə etdim. Yəni demək istədiyim odur ki, əgər həyatın yolunda getmirsə və pul qazanmaq lazımdırsa, o zaman özünə bir yol seçməlisən və bir işi alındırmaq istəyirsənsə, gərək o işin elmini öyrənəsən. Axı sən kimisə əməliyyat etmədən öncə gedib 7-8 il başqa həkimlərdən tibb elmini öyrənirsən. Bəs niyə elə düşünürsən ki, sən YouTube-da uğuru öz başına sadəcə kanal açmaqla öyrənə bilərsən? Və bu dəqiqə iyunun 28-nə qədər sən mənim YouTube kursumda daxil olmaqla 4 kursumu cəmi 220 AZN əldə edə bilərsən. Bu kampaniyaya YouTube, ChatGPT arzularını gerçəkləşdir və 12 həftəlik transformasiya kursları da daxildir. Bu 4 kursu kampaniya çərçivəsində almağı bacaran 300 manatına qənaət etmiş olacaq. Ətraflı məlumat üçün mənə Instagramda yaza və ya səhifəmdə pin etdiyim ilk videoya baxa bilər.